Salam əziz şagirdlər, indi isə geyimlərin hazırlanması dərsinin ev tapşırıqları ilə tanış olaq. Birinci tapşırığımız. Verilmiş mətndən parça adlarını seçib yazaq və onların xüsusiyyətlərini qeyd edək. Təbii parçalar təbiətdən əldə edilən liflərdən, saçaqlardan hazırlanır və bir çox üstünlükləri vardır. Pambıq yumşaqdır, hava keçirəndir və dərini narahat etmir. Kətan sərin saxlamaq qabiliyyətinə malikdir. Yun parçadan soyuq havalarda isinmək üçün istifadə edirlər. O, istiliyi saxlayır, nəmi çəkmir. İpək təbii zərifliyi və parıltısı ilə tanınır. Yüngül parçadır. Bax, bu mətndən parça adlarını seçirsiniz və xüsusiyyətlərini qeyd edirsiniz. İkinci tapşırığımız, sualları cavablandırın. Hansı parça növündən olan geyimlər zərərlidir? Sizcə səbəb nədir? Digər parçalardan fərqi nədir? Üçüncü tapşırığımız, sözləri izah edin. Şəkillərdə siz kimləri görürsünüz? İpəkçi kimdir? Balıqçı kimdir? Və arıçı kimdir? Sağ olun əziz şagirdlər, gələn dərsimizə qədər.